Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Çıxış edənlər hər bir insanın vətəndaşı olduğu ölkə qarşısında müəyyən vəzifə və mənəvi məsuliyyət daşıdığını qeyd ediblər. Bildirilib ki, vətənin müdafiəsi hər bir vətəndaşın ən ali vəzifəsidir. Bu mənada gənclərdə orduya sevgi, dövlətə sədaqət və hərbi xidmətə hazırlıq hisslərinin aşılanması, gənclərin torpaqlarımızın müdafiəsi və dövlətçiliyimizin qorunması məsuliyyətini dərk etməsi qarşıda duran başlıca vəzifələrdən olmalıdır. Çıxışlarda həmçinin gənclərin hərbi təhsilə marağının gücləndirilməsi istiqamətində maarifləndirici söhbətlərin aparılmasının da hər kəsin başlıca vəzifəsi olduğu vurğulanıb. Hərbi təhsil alanlara göstərilən dövlət qayğısı, güzəştlər barədə də geniş söhbət açılıb. Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb. Hafizə Əliyeva, xanım Rüstəmzadə, Rəşad Əkbərov, NTV Xəbər.